İnsan bir daş değil. O sadece atomların tesadüfi bir toplusu ola bilməz. Çünki düşünürsən, sual verirsən, məna axtarırsan. Elm bizə hər şeyin necə işlədiyini izah edir. Hüceyrələri, neyronları, impulsları. Amma ən vacib sualın qarşısında susur. Niyə varıq? Bax, beyin maddədir. Onu əllə tutmaq olar. Amma şuur maddə deyil. Bədənin dəyişir, illər keçir, hüceyrələrin yenilənir. Amma o, daxildəki sarsılmaz mən eyni qalır. Vicdanın çəkisi yoxdur, amma yükü dünyalardan ağırdır. Əgər sən yalnız ətdən və sümükdən ibarət olsaydın, bu sonsuz suallar hardan gələrdi? Unutma, məna varsa, mənbə var. Sən bir təsadüfün nəticəsi deyil, bir həqiqətin təzahürüsən.